Aa, görmüştüm. Bu şeydi bak. O kızlar makyaj videolarında yeri böyle cilt üzerine palçık çim yapıştırır. Sonra böyle neyse yumuşak kupka çim şeyle böyle yakır. Bak ayda adım bilmiyorum. Neyse ondan da o üstünü diyesin. O biri daha elitti. Daha böyle lüks kızlar için. Bu yumru da yani ne bileyim 2-3 manat alır yumru palçıklardan. Parmaklığı böyle yüzüne sürtsem söküler. Bu şeydi de bu çipliği daha kıvırma eləmək üçün. Bir de diyesen çipliği qaraltmaq üçün. İkisindən biridir. Ama 100% çipliği üçün. Abi bunu da görmüşəm. Bu da deyəsən, yox siz kipriyinizlə nə qədər şeysiniz. Nəysə, bu da kipriyi daha belə şey eləmək üçün də, necə deyim, düz falan eləmək üçün deyəsən. Nəsə kipriyə aid bir şeydir. Kipriyə soxurlar bundan. Soxmurlar. Yəni işte kiprik. Amma bu universal şeydir, palçıqdır. Cidden. Bunlarda renkləri falan var da deyəsən üstündə belə nə bilim balaca ayda necə deyim şeylə fırça oxşayan şeylə götürüb üzvə çəkirsən. Yəni daha rəng tonları var. Məsələn, qara qızda biraz daha palçıq fason eləyir. Ağ qızlar biraz daha açıq rəng. Ondandır da, yəni. Amma mən bilən şey olmalıdır. Əllə daha uyumlu olmalıdır ki, şey olmasın da, nə bilim oyuncu. Ya bu şeydir də, bunu bilməyən nə var ki, bu liner çəkmək üçün olan da 100%. Ucu incətsə onun üçündür. Yəqin. Aa, bunun başqa cürü var. Pamazok deyirlər, nə deyirlər. Bu elə bir ki, oğlanlar üz qırxanda belə köpük eləyirlər o vaxtda babalar zatlar da. Bu da sizin qızlar üçün pamazokda da. Elə bir ki, o bayaq dediyim palçıq var. Onu bununla vururlar, istifadə